Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Beynəlxalq İncəsənət Festivalının bağlanış mərasimi keçirilib. Festival klassik və müasir sənət nümunələrini, dünya bəstəkarlarının tanınmış əsərlərini və Azərbaycan mədəniyyətinin zəngin irsini bir araya gətirərək ənənə ilə yeniliyin harmoniyasını nümayiş etdirib. Mən çox festivalları görmüşəm. Möcüzə, mən belə şey görməmişəm. Proqramda hər şey var. Balet, kamera musiqi, simfonik musiqi. Bugün mənim dostum Polad müəllimin skripka və orkestri üçün konserti ifa edəcəklər və Dimitri çox yüksək onu qiymətləndirdi. Dedi, çox gözəl konsert. Bu konserti dedi, mən bütün ölkələrdə ifa edəcəyəm. Bağlanış konserti Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Polad Bülbüloğlu'nun 80 illik yubileyinə həsr olunub. Mənim 3 dənə yeni əsərim çalınacaq və skripka üçün konsert çalınacaq. Dünya səviyyəli ifaçı Dimitri Sitkavitski və mənim oğlum Murtuza Bülbül dirijorluq eləyir və mənim üçün təbii ki, bu çox sevindirici bir haldır. Gecədə dünya şöhrətli skripkaçı və dirijor Dimitri Sitkavitski səhnəyə çıxıb. Piano partiyasını xalq artisti Fərhad Bədəlbəyli ifa edib. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestrına Murtuza Bülbül dirijorluq edib. Bura gələn qonaqlar öz sənətini göstərirlər, dünya mədəniyyətində olan ən müasir tendensiyalarını gətirirlər, göstərirlər Bakıya. Bu çox vacibdir və mən əminəm ki, bu festivalin böyük bir gələcəyi olacaq və çox şadam ki, bugün mən buradayam. Sənətin müxtəlif dillərdə danışdığı bu festival möhtəşəm bağlanış gecəsi ilə təkcə musiqi sevərlərin yaddaşında deyil, həm də paytaxtın mədəni həyatında silinməz bir iz qoydu.